Laboratoriyamız temperatur dövlət etalonları laboratoriyasıdır. Laboratoriyamızın əsas vəzifəsi temperatur ilkin kəmiyyət vahidinin əldə olunması, qorunub saxlanılması, tutuşdurulması və dövlət etalonlarına ötürülməsinin təmin edilməsini təşkil etməkdir. Laboratoriyamız yüksək dəqiqlikdə, geniş diapazonda ölçmə qabiliyyətinə malikdir. Hal-hazırda laboratoriyamızın ölçmə imkanı -85 dərəcə ilə 1000 dərəcə aralığında dəyişir. -85-dən 200 dərəcəyə qədər olan diapazonda ölçmələrimiz termostatlarda həyata keçirilir. 200 dərəcədən 1000 dərəcəyə qədər olan ölçmələrimiz isə sobalarda həyata keçirilir. Hal-hazırda laboratoriyamızda 18 ədəd etalonumuz mövcuddur. Etalonlardan 8 ədədi ilkin kəmiyyət vahidi etalonudur, 10 ədədi isə ikinci kəmiyyət vahidi etalonudur. Laboratoriyamızın şəraiti 23 +-3 dərəcə aralığında dəyişir. Eyni zamanda laboratoriyamızın nəmliyi 50 +-20% aralığında dəyişir. İkinci kəmiyyət vahidi etalonların kalibrlənməsi zamanı ilkin kəmiyyət vahidi etalonu olan platin müqavimət termometrini 15 mm qaldırma dərliyi nəzərə alaraq termostatımıza yerləşdirilir. Platin müqavimət termometrinin digər ucu isə multimetrə qoşulur. Multimetrimiz burada çevirici rolunu oynayır. Platin müqavimət termometrinin müqavimətini temperatura çevirərək proqram təminatına ötürülür. Proqram təminatından alınan nəticələr Excel faylə daxil edilərək hesablamalar aparılır. Yekun alınan nəticələrimiz isə sifarişçinin sertifikatında əks olunur.